Hər vaxtınız xeyirli olsun, dəyərli mühasiblər, maliyyəçilər və sahibkarlar. Mən Namiq Əlizadə bugün sizə yenə maraqlı olan mövzulardan birinə toxunacağım. Bugünkü mövzumuz maliyyə standartları üzrə 38 nömrəli standart qeyri-maddi aktivlər olacaq və təbii ki, maliyyə çotundan yanaşı vergi çotu baxışını da mən sizə bildirəcəm. Ümumiyyətlə, qeyri-maddi aktivlər beynəlxalq maliyyə standartları üzrə köhnə standartla, mühasibat çotu beynəlxalq standart 38 nömrəli standartla tənzimlənir və qeyri-maddi aktiv dedikdə biz nə anlayırıq? Qeyri-maddi aktiv təbii ki, ilk öncə bu aktivlər kateqoriyasına aiddir. Birinci. İkinci, mütləq aktivin əsas meyarlarından biri olan müəyyən oluna bilən olması olmalıdır. İki, bir aktivi qeyri-maddi aktiv kimi tanımağımız üçünsə iki dənə vacib şərt var. Bir, fiziki xüsusiyyəti olmamalıdır. İki, qeyri-monetar olmalıdır. Mən keçən mövzularımın birində məzənnə fərqlərində sizə monetar maddələr haqqında və qeydlər dedim. Təbii ki, monetar maddələr o maddələrdir ki, o maddələrin adı çəkiləndə, hesabların adı çəkiləndə, o şeylərin adı çəkiləndə ağlımıza pul gəlir. Digərləri isə qeyri-monetar xarakterli hesab olunur. Təbii ki, aktivlər də bölünür iki yerə, monetar aktivlərə və qeyri-monetar aktivlərə. Monetar aktivlər o aktivlərdir ki, o aktivlərin adı çəkiləndə ağlımıza pul gəlir. Qeyri-monetar aktivlər isə bizi heç bir halda pulla əlaqəli olaraq xatırlatma etmir. İstənilən fiziki xüsusiyyətli aktivlərimiz stoldur, stuldur, eynəkdir. Hər biri bizim üçün qeyri-monetar xarakterli aktivdir. Məsələn, debitor borcu isə monetar xarakterli aktivdir. Demək, qeyri-maddi aktiv deyəndə biz nə deyəcəyik? Deyəcəyik, fiziki xüsusiyyəti olmayan, müəyyən edilə bilən və qeyri-monetar xarakterli aktivlər müəssisənin qeyri-maddi aktivləri hesab olunur. Bunlara misal, müəssisənin əldə etdiyi lisenziyalar, müəssisənin əldə etdiyi patentlər, müəlliflik hüquqları, soft proqramlar, ümumiyyətlə proqramlar, markalar, brendlər və eyni zamanda xüsusi olaraq təcrübə konstruktor işləri və goodwill-i də bu kateqoriya aktivlərin tərkibinə daxil etmək olar. Onu qeyd edeyim ki, ümumiyyətlə fiziki xüsusiyyəti olmayan dedikdə o deməkdir ki, yəni həmin aktivin fiziki xüsusiyyəti, məsələn, stolun gördüyümüz kimi fiziki xüsusiyyəti var, amma həmin aktivin fiziki xüsusiyyəti olmayacaq. Biz o aktivin fiziki xüsusiyyətindən istifadə etməklə yox, onun bizə verəcəyi hüquqdan istifadə etməklə iqtisadi faydanı əldə etmiş olacaq. Ona görə bir, fiziki xüsusiyyəti olmayan aktivlər, deyək ki, hər hansısa bir lisenziya, hər hansısa bir fəaliyyətlə bağlı mən lisenziya alıramsa, əldə elədiyim lisenziyanın fiziki xüsusiyyəti yoxdur. Sadəcə o kağız parçasının mənə o fəaliyyətlə məşğul olmağım üçün bir hüquq verir. Ona görə biz onu və digər tərəfdən də həmin lisenziyanın heç bir halda monetar xarakterli olması demək deyil, qeyri-monetar xarakterli olduğu üçün biz həmin aktivi, həmin lisenziyanı qeyri-maddi aktivlər bölməsində qeyd eləyə bilərik. Ümumiyyətlə, qeyri-maddi aktivlər müəssisəyə ilkin dəyərlə daxil olunur. Yəni, qeyri-maddi aktivin əldə olunmasına çəkilmiş bütün məsrəflər kapitallaşaraq 103-cü hesabda, bizim milli mühasibat çotu hesabımızda 103-cü hesabda tanınır və həmin hesabda o aktiv istifadəyə hazır olduğu zamana kimi durur. Artıq istifadəyə hazır olduğu andan etibarən 101-ci hesaba istifadədə olan qeyri-maddi aktivlər hesabına keçiririk. Və təbii ki, istifadədə olan qeyri-maddi aktivlərə bizim amortizasiya hesablamamız baş verir. Onu da qeyd edeyim ki, bu ana kimi həm maliyyə çotu baxışından, yəni standartlar üzrə, həm vergi tutma məqsədləri üçün eyni xarakterdə ilkin dəyər tanınır və istismara verilir. Bundan sonra amortizasiyasına gəldikdə qeyri-maddi aktivlər ümumiyyətlə faydalılığına görə, istifadə xarakterinə görə iki yerə bölünür. Ömür müddəti bəlli olan qeyri-maddi aktivlər var, ömür müddəti bəlli olmayan qeyri-maddi aktivlər var. Ömür müddəti bəlli olan qeyri-maddi aktivlər həm vergi tutma məqsədlərində, həm maliyyə çotu standartlarında həmin aktivin ömür müddəti nə qədərdirsə, o müddət ərzində amortizasiya olunaraq dövrü olaraq hər ilin sonu müəssisənin mənfəət zərər haqqında hesabatında qeyd edilir xərc kimi. Təbii ki, digər tərəfdə də yığılmış amortizasiya kimi 102-ci hesabda formalaşır, toplanır.
Əgər hər hansısa bir qeyri-maddi aktivin ömür müddəti bəlli deyilsə, burada artıq maliyyə ücreti və vergi ücreti arasında yanaşma fərqi müəyyən olunur. Vergi ücretində 114-cü maddədə amortizasiyalar bölməsində qeyri-maddi aktivin faydalı ömür müddəti bəlli olan aktivləri ömür müddətinə uyğun amortizasiya olunur. Faydalı ömür müddəti olmayan aktivləri isə illik qalıq dəyər üzərindən 10%-lə amortizasiya xərci hesablanaraq mənfəət sənədində tanınır. Maliyyə ücreti baxışında isə qeyri-maddi aktivlərin ömür müddəti bəlli olmayan aktivlərə biz ədalətli dəyərlə hər ilin sonu test etməliyik və aktiv öz dəyərini saxlayırsa, aktiv öz dəyərində qalır. Yox, əgər aktivdə hər hansısa bir dəyərdən düşmə varsa da, həmin dəyərdən düşməni aktivin xərcdə, mənfəət sənədində və yığılmış dəyərdən düşmədə qeyd edib saxlayırıq. Toplanır həmin yerdə. Onu da qeyd edeyim ki, maliyyə ücreti yanaşmasında qeyri-maddi aktivlərin ömür müddəti bəlli olmadığı zaman, elə aktivlərimiz var ki, onların ömür müddəti bəlli deyil. Amma təbii ki, müəssisənin həmin aktiv üçün bir ömür müddəti seçmə hüququ var. Deyək ki, məsəl üçün, hər hansısa bir soft proqramdır, müəssisə alıb, şərti olaraq BİRES proqramını tətbiq eləyib və müəssisənin ücret siyasətində və ümumiyyətlə IT siyasətində belə bir şey var ki, biz proqramları 5 ildən bir dəyişik. Demək elə çıxır ki, həmin proqramın ömür müddəti olmasa da biz həmin dəyəri 5 il müddətinə amortizasiya etməliyik. Qeyri-maddi aktivlər kateqoriyasında tərkibində bizim digər lisenziyalardır, patentlərdir, eyni xarakterlidir. Orada bizdə iki əsas fərqli bir nüans var. Bir, deməli, goodwill, müəssisənin goodwilli qeyri-maddi aktivlər kateqoriyasına aiddir. Digəri isə təcrübə konstruktor işləri. Mən bunlar haqqında da qısa məlumat verim. Dəyərli dostlar, mən indi sizə goodwill haqqında danışmaq istəyirəm. Goodwill müəssisənin ümumiyyətlə fərdi maliyyə hesabatlarında heç bir halda tanınmır. Goodwilli müəyyən eləmək olunması üçün mütləq ana müəssisə, törəmə müəssisə münasibətləri olmalıdır. Ana müəssisə, törəmə müəssisə münasibət dedikdə o deməkdir ki, hər hansısa bir X şirkəti digər bir Y şirkətini almalıdır və aldığımız zaman orada edilmiş ödənişlə əldə olunan xalis aktivlər arasında yaranan bir mənfi fərqdən formalaşır. Yəni şərti olaraq deyək ki, biz hər hansısa bir A şirkəti B şirkətini alır, şirkət olaraq alır və aldığımız zaman 100.000 manat həmin şirkətə ödəniş eləyir və ödədiyimiz zaman o müəssisədən əldə olunan xalis aktivlərin dəyəri olur 80.000. Və biz müəyyən edirik ki, 100.000 manata biz həmin xalis aktivləri əldə eləmişiksə, ödədiyimiz artıq ödənən 20.000 manat nədir? Bu sualın cavabı təbii ki, goodwilldir. Goodwill dedikdə o deməkdir ki, biz həmin müəssisənin fiziki aldığımız, fiziki və ya hüquqi əldə etdiyimiz bütün aktiv və öhdəliklərindən yanaşı, biz həm də həmin müəssisənin görsənməyən bir nüfuzunu, cəmiyyətdəki adını, onun müsbət bir xüsusiyyətə sahib olduğunu almışıq. Buna biz deyirik goodwill. Yəni, həmin müəssisənin cəmiyyətdəki nüfuzudur, imicidir və biz elə çıxır ki, həmin 20.000-lik olan ödəməni o müəssisənin imicini ödəmişik. Təbii ki, bu sıfırdan olan bir şirkətdə ola bilməz. Bu şirkət yaranmış şirkətdir, müəyyən bir bazarda payı var, mövqeyi var və həmin şirkətin tanınması var. Tanındığı zaman şirkətin müştəriləri artır, cəmiyyətdə tanınır və təbii ki, onun biz goodwillini artırırıq. Sadəcə fərq ondan ibarətdir ki, hansısa bir müəssisə zaman işlədikcə, özünün cəmiyyətdə nüfuzunu artırdıqca özü öz daxilində goodwillini yarada bilməz. Yalnız və yalnız bu başqa bir müəssisəyə müəssisə olaraq satıldığı zaman ortada qalan bir fərqdən formalaşa bilər. Hansı ki, biz 100.000 manat ödəniş elədik, həmin müəssisədən xalis aktiv olaraq əldə elədik 80.000, 20.000 biz artıq ödəniş eləmişik, biz nəyə ödəmişik? Həmin müəssisənin nüfuzuna, cəmiyyətdəki imicinə. Və bu da bizim mühasibat şotumuzda təbii ki, konsolidasiya hesabatında, icmal sənəd hesabatında həmin arada yaranan fərq biz investisiyanı çıxardırıq. Yerinə isə əldə olunan bütün xalis aktivləri və öhdəlikləri sətir və sətir toplamaqla arada yaranan fərqi də müəssisənin aktivlər bölməsində goodwill kimi qeyd edirik.
Bizim digər bölməmiz isə təcrübə konstruktor işləridir. Təbii ki, bu əsasən inkişafa və istehsala aid olan müəssisələrdə daha çox öz əksini tapır. Yəni hər hansısa bir müəssisə öz biznesində yeni elmi tədqiqatlar, yeni biznes subyektləri, yeni məhsullar istehsalını etmək istəyir. Təbii ki, bu istehsalı etməmişdən öncə bir nümunələr formalaşdırır. Bunu da biz nümunə kimi formalaşdırdığımız zaman təbii ki, ola bilər ki, ciddi xərclər formalaşır. Bu zaman həmin nümunənin dəyəri bizdə təcrübə konstruktoru olaraq qeyri-maddi aktivdə tanınır. Təcrübə konstruktor işlə ümumilikdə vergi məcəlləsində də təbii ki, elmi və təcrübə konstruktorlar 113-cü maddədə tanınır. Xərc olaraq qəbul edə bilərik, əgər onu biz kapitallaşdırmada tanımamışıqsa. 38 nömrəli standartda isə biraz fərqli yanaşma var təcrübə konstruktor işlərindən bağlı. Biz hər hansısa bir nəticəni təcrübə konstruktor işi kimi tanımamız üçün 3 mərhələdə biz keçid eləməliyik. Birinci mərhələdə ümumiyyətlə tədqiqat mərhələsidir, araşdırma mərhələsidir. Biz ilk öncə ümumiyyətlə bu istehsalı, bu məhsulu yaratmaq üçün bir araşdırma, tədqiqat işi aparmalıyıq. Əgər o tədqiqat işi aparıldığı zaman təbii ki, müəyyən bir xərclərimiz çıxacaq. Bu xərclər birmənalı şəkildə müəssisənin mənfəət zərərində təcrübə konstruktor və yaxud da tədqiqat xərcləri kimi biz xərc bölməsində tanıyacağıq. Mənfəət zərərdə dəyərindən və rəqəmindən, məbləğindən asılı olmayaraq. Əgər qəbul eləsək ki, bəli, bu tədqiqat bizim üçün maraqlıdır, biz bunu artıq araşdırma mərhələsindən keçirdib inkişaf mərhələsinə, təcrübə konstruktor mərhələsinə keçirdiriksə, o zaman biz ikinci mərhələyə addım atırıq. Yox, əgər bizim üçün bu tədqiqatın nəticəsi mənfidirsə, o zaman artıq biz bu fəaliyyəti dayandırırıq. İkinci mərhələdə, təbii ki, ikinci mərhələ inkişaf mərhələsidir, hansı ki, bizim təcrübə konstruktorun yekununda bir nümunə etalonumuz hazır olacaq ki, gələcəkdə biz bunu istehsal edib, kütləvi istehsala buraxacağıq və təbii ki, iqtisadi fayda, gəlirlər əldə edəcəyik. Ancaq təbii ki, həmin mərhələdə də biz həmin nümunəni qeyri-maddi aktiv kimi təcrübə konstruktor bölməsinə, qeyri-maddi aktiv bölməsinə təcrübə konstruktor kimi tanımağımız üçün mütləq şəkildə 6 şərtə cavab verildiyi anda biz həmin o şərtlərə cavab verəndən sonra çəkilmiş bütün məsrəflər kapitallaşacaq. Amma dövr ərzində o 6 şərtə cavab verilənə kimi çəkilmiş məsrəflər isə cavab vermədiyi halda biz onu dövrü xərcə, mənfəət zərərdə tanıyacağıq. 6 şərtimiz bizim hansılardır? İqtisadi səmərəsi ehtimalı olmalıdır. 1. 2. Tamamlandıqdan sonra onu istifadə etmək və ya satmaq imkanlarımız olmalıdır. 3. Aktiv tamamlandıqdan sonra onu istifadə etmək və ya satmaq bacarığımız olmalıdır. 4. Onu tamamlamaq üçün bizim maddi və texniki imkanlarımız, resurslarımız olmalıdır. 5. Ümumiyyətlə bu təcrübə konstruktor işinin tamamlanmasının texniki mümkünlüyü olmalıdır. 5. 6-cı isə buna çəkilmiş xərclər ədalətli şəkildə ölçülməlidir. Hər hansısa bir dönəmdə biz bu 6 şərtə cavab verdiyimiz zaman həmin andan aktivə çəkiləcək xərclər kapitallaşır və ona kimi çəkilmiş xərclər isə dövrü xərc olaraq mənfəət zərərdə tanınır. Təbii ki, qeyd etdiyim kimi, vergi məcəlləsində də xərcə tanınmış hissələr, əgər bu elmi tədqiqat, təcrübə, biznes, gəlirin əldə olunması üçün çəkilən təcrübə konstruktor işləridirsə, biz onu dövrü xərcdə tanıya bilirik və xərc kimi də qeyd edirik. Dəyərli dostlar, qeyri-maddi aktivlər haqqında bu qədər. İnşallah növbəti görüşlərdə sizlə yenə də maraqlı mövzulara toxunacağam və bacardığım qədər daha qısa və dəqiq məlumatlar verəcəm. Təşəkkür edirəm.